nəyə görə gətirmişdim? Ondan bir neçə ay da deyildi, gün. Qabaqsadan getdim kosmetolog yanına. Botoks vurmuşdular. Gözüm elə bir baş göz, simal fasonda oldu. Məcbur oldum, getdim əməliyyata. O da ki, genel heç uğurlu olmadı mənim bəxtimdən. Bax, ona görə sizə sualı verirəm. Səbirsiz xanımlarımız çoxdur. Məsələn, indi tozdur, ola bilər də. Yəni bu botoksdan olur. Bu ömürlük bir şey deyil. Yəni bu fəsad deyil. Bu sizlə ömrünüzün axırına qədər getməyəcək. Olur belə bir hallar 3 ay. 3 ay çətinlik olur. Elə olur ki, məsələn, orqanizmə çox şey fərqlidir də. Yəni dərman deyilik falan filan, bəs məgər bu açılır. Çox xanımlar var belə səbirsizlənirlər, qaçıb gedirlər əməliyyata. Kimisi deyir ki, sizi bədəniniz götürmür, kimisi deyir yaşlan da ola bilər. Ola bilər. Amma ikinci səfərdə uğursuz olub məndə. Ola bilər. İndi qorxumdan ilətdirə bilmir, prosto sizə inanıb gəlmişəm. İndi mən sizə bir söz deyim. Mən görürəm, mən baxıram da quruluşa. Hələ siz əməliyyat, temporal əməliyyat da elətdirmisiniz. Yenə də narazısınız. Yenə də o qırış onsuz da, yəni qırışı əməliyyat apara bilməz. Qırışın bir həlli yolu var, o da botoksdur. Əməliyyat sadəcə olaraq, düzdür, biz də əməliyyatı istəyirik eləmək, yəni eləyəcəyik də. Amma düzgün əməliyyat, düzgün cərraha yönləndiriləndə. İndi sözümü nəyə gətirirəm? Sizin alnınız çox qısadır, çox balacadır. Yəni sizdə də qaş önə gəlir və siz elə bilirsiniz ki, bu düşür də. Qaş qabağı, hamı deyir ki, şeydir, qaş qabağı deyir. Sizin quruluşunuzdur, bu sizin yəni cavanlığınızdan siz beləsiz də. Yəni bu indi əvvəl qaş gözüm o qədər elə deyil. Yoldaşım hələ də deyir ki, o gözəl qaş gözümü bilmirəm. Niyə belədir? Ondan da qabaq gözümün qapağını götürdürmüşdü. Gözümün qapağını götürdürmüşdü. Göz qapağını da götürəndə gözlə qaş məsafə elə bir ki, o da balacalaşdı. Quyunun dibinə düşdü belə gözüm. Amma belə deyil idi. İndi baxıram, belə olanda görürsünüz necə açılır gözüm. İndi sizə nə edəcəm? Mən sizə botoks eləyəcəm. Bir dənə alnı, qorxuram buralara. Onsuz da mən eləyirəm. İlkini onsuz da qaş arası alın eləyirəm, belə problemlərdə. Korreksiya gələndə göz ətrafını eləyirəm. Bu heç, bunu qoyduq bir qırağa. Korreksiya gələndə də qərar versəniz, mən sizə alın dolğusu eləyəcəm. Alnını qızısız da geriyə çəkəcəm. Çünki çox gəlib qabağa. Biz bunu belə dala eləməliyik. Mən sizə alın dolğusu məsləhət görürəm. O nə qədər? Alın dolğusu eləsəniz, düz 2 il, yəni istədiyiniz effektlə gezəcəksiniz. Tamam. Bəs ayın 20-si bizim toyumuz var. O effekti nə vaxtda, məsəl üçün görə bilərik? Aprel 20-si. Botoks eləsəm, əzizim, yəni bu gün artıq ayın 4-üdür. Bilirsiniz ki, yəni onu bilmək istəyirəm. 14-21 günə tutur botokslar. İndi siz tələsirsiniz, o yəni 20-sinə qədər inanmıram, biz alın dolğusunu çatdıra bilərik. Yəni o vaxta qədər, mən çalışdığım qədər sivin tez gələmi qəbuluzə biraz hardasa çəkdi də, qızım filan. Gecikdi. Əsas botoksumuz onda elə toya qədər tutsun. Toydan sonra baxarıq qərar. Yəqin ki, toya qədər biraz effekt gəlir. O heç olacaq. 20-sinə qədər effektimiz olacaq. Onu bilmək istəyirəm. Amma dolğunu isə saxlayacaq. Yaxşı.